Siz mənim müayinəmdə olmusunuz və mən sizə müalicə yazdım. Bəli. Müalicə kömək elədi. Çox gözəl. Yəni 2-3 il bundan qabaq olunan müalicə hələ yuxumda bir problemim yoxdur. Amma mən gecələri Hansı şikayətlərlə müraciət eləmişdiniz? yuxusuzluq, yorğunluq, halsızlıq, dəri quruluğu, yəni çoxsu aradan qalxdı, amma indi Təzədən vaxtında müayinəyə gəlməyibsiniz deyə. gəlməmişəm. Yəni tam düzəlmişdiniz, normal həyat sürürdünüz, Bəli. heç bir narahatçılıq yox Heç idi. bir şey. Və neçə ildir gəlmirsən? 3 ildir. Mən indi sənə dərman inanıram ki, səhər acıqarına olan dərmanı davam eləyirsiniz. Bir Niyə? müddətdə tabii. Niyə? 3 ildir müayinəyə gəlmirdiniz. Müalicəni davam edirdiniz. Dərmanınızı atırdınız və heç bir probleminiz yox idi və 2-3 ayda dayandırmısınız. 2-3 ay dayandırandan sonra pisləşdiniz, hiss eləyirsiniz. Yox. Ona görə, bəli. Dərmanı saxlamısınız deyə belə olur. İndi mən sizə təkrar məlumat verirəm. Bu dərman ömürlük dostunuzdur. Mənim yanıma 5 ildə belə gəlməsəz, dərmanı bir də saxlamayın. Sizi təkrar müayinə edəcəm, müalicəni tənzimləyəcəm. Heç bir problem yox. Allah razı olsun.